Salam, hər vaxtınız xeyir əziz abituriyentlər. Bildiyiniz kimi bugün hədəf kurslarında növbəti buraxılış sınaq imtahanı, yəni buraxılış sınaq imtahanı 2 keçirildi. Digər fənlər üzrə, daha doğrusu digər siniflər üzrə, yəni həm 9, həm 10, həm də 11-ci sinif üzrə izahı YouTube-a yerləşdirəcəm. Eləcə də videonun aşağı hissəsində bu sınağın həm PDF formasını, həm də dinləmə formasını yerləşdirəcəm link vasitəsilə. Oradan daxil olub əldə edə bilərsiniz. Kanala abunə olmağı unutmuruq ki, sınaq izahları ilə tez zamanda tanış ola bilək. Listeningin sadəcə cavablarını deyəcəyik. Dediyim kimi materialı yerləşdirəcəm, əldə edib istədiyiniz qədər qulaq asa bilərsiniz. Çox sadə bir listening idi. Ümumiyyətlə suallar çox asan səviyyədədir. Birinci sualda we must keep the ocean water clean so that, yəni biz okean sularını təmiz saxlamalıyıq. Belə ki, cavabımız olacaq burada sea animals can stay safe, yəni dəniz heyvanları təhlükəsiz qala bilər, yaşaya bilər. Mətn nə haqqındaydı? İkinci sualda mətn okeanlar haqqındaydı. The importance of the oceans, okeanların əhəmiyyəti C bəndi. Üçüncü sual, where is the ocean water usually warm? Harda okean suları adətən daha isti olur? Orada mətndə deyirdi ki, ekvatora yaxınlaşdıqca okean suları isinir, amma qütblərə yaxınlaşdıqca niyəzə pols, A bəndi, daha da soyuyur. Cavabımız olur C bəndi burada. 4-də true, false istəyir, yəni hansı düzdür, hansı səhvdir. 4-ün birincisində many kinds of animals live in the ocean including whales and dolphins. Yəni delfinlər, balinalar daxil olmaqla okeanda çoxlu heyvanlar yaşayır. Bir düzdür, true. The Pacific Ocean is smaller than Arctic Ocean, amma mətndə deyir ki, the largest ocean is the Pacific Ocean. Ən böyük okean Sakit okeanda, o zaman Sakit okean Arktik okeandan daha balaca olmayacaq, bu səhvdir. Oceans help people by providing food and transportation. Okeanlar insanları qida ilə və nəqliyyatla təmin edir, bu düzdür. Mətndə bunu deyir. The ocean have no effect on the weather deyir. Okeanların hava üzərində heç bir təsiri yoxdur, bu səhvdir. Okeanların hava üzərində təsiri var deyir mətndə. Davam edirik qısa mətnlərimizdən. Our library has new books on science and history. Yəni bizim yeni kitabxanamızda elm və tarixlə bağlı kitablar var. Students can borrow them for 2 weeks. 2 həftəlik şagirdlər onları götürə bilər, borc ala bilər. There are also computers for research. Araşdırma eləmək üçün də kompüterlər var. Mətn nə haqqındadır? Məqsədi nədir mətnin? To tell a story about a scientist. Alim haqqında məlumat vermək, hekayə danışmaq daha doğrusu. To teach how to research online. Online şəkildə necə öyrənmək olar? Bunu bizə demir. To inform about new library resource. Yeni kitabxana, qaynaqları, mənbələri haqqında məlumat vermək, cavabımız C bəndidir. 6-cı sualda do you want to stay fit and healthy? Sağlam qalmaq istəyirsinizmi? Join our gym, bizim fitness klubuna qoşulun. We have professional trainers, modern equipment and flexible schedules. Bizim professional məşqçilərimiz, müasir cihazlarımız və dəyişkən, sizə uyğun cədvəlimiz var. Yəni istədiyiniz vaxt seçə bilərsiniz. Sign up now to start your fitness journey. Yəni indi qeydiyyatdan keçin və fitness səyahətinizə, fitnessinizə başlayın deməkdir elə. Mətn haqqındadır. The gym has only old equipment. Yalnız köhnə təchizatı var, səhvdir, yeni idi, müasir idi. The gym is free for everyone. Hər kəs üçün pulsuzdur deyə bir cümlə yoxdur mətndə. Uşaqlara icazə verilmir qoşulmağa, belə cümlə yoxdur. The gym offers professional trainers and modern equipment. Müasir təchizat və professional məşqçilər təklif edir. D bəndi düzdür. The gym is closed on Saturday, on Sundays. 6 və bazar günləri bağlıdır deyir, amma burada flexible schedule deyirdi. Yəni ürəyin nə vaxt istəyir, gələ bilərsən. 7-də attention passengers, diqqət sərnişinlər, due to heavy rain, the train to Paris will leave 30 minutes later. Güclü hava şəraitinə görə, yəni güclü yağışa görə Parisə gedən qatar 30 dəqiqə sonra qalxacaq, gedəcək daha doğrusu. Please wait the main hall. Əsas zalda gözləyin, zəhmət olmasa. Thank you for your patience. Səbriniz üçün təşəkkürlər deyir. Mətndə düz olanı istəyir. Travelers to Paris should expect an early departure. Parisə gedən qatar, daha doğrusu Parisə gedən sərnişinlər daha erkən
çıxacaqlar. Daha erkən çıxmayacaqlar. 30 dəqiqə gec çıxacaqlar. The train to Paris will depart half an hour. Half an hour yarım saat deməkdir. Yarım saat gec çıxacaq. B bəndi düzdür. 7-də cavabımız B bəndidir. Böyük mətnə baxırıq. Every year more and more animal species are disappearing from our planet. Hər il daha çox heyvan növü bizim planetimizdən yox olur. The main reason for this human activity. Bunun əsas səbəbi insan fəaliyyətləridir. People destroy forests to build cities, pollute rivers with chemicals and hunt animals for their fur, meat or horns. İnsanlar meşələri məhv eləyirlər, yeni şəhərlər tikmək üçün çayları kimyəvi maddələrlə zərərləyirlər və heyvanları yeməyi, qida üçün, nə bilim, dişləri üçün, dərisi üçün öldürürlər. Qısaca mətnimiz nə haqqında olacaq burada? The cause and solution to animal extinction. Extinction burada sizin üçün tərcüməsində yazıb, yox olmaq deməkdir. Yəni heyvanların yox olmasının səbəbləri və həll yolları. 8-ci sualın cavabı B bəndidir. Burada həll yollarından da danışır. 3-cü abzasda. 9-da many animals are losing their homes because əksər heyvanlar öz yaşayış yerlərini itirir. Niyə görə? Çünki people destroy forests to build cities. Yəni insanlar meşələri məhv eləyirlər, yeni şəhərlər salmaq üçün. Buna görə də onlar yaşayış yerlərini itirirlər. Wild animals move to cities və heyvanlar şəhərlərə köç edir. The humans cut down trees for building new areas. B bəndi düzdür. İnsanlar ağacları kəsir ki, yeni ərazilər tiksinlər. Davam edək. 11-ci sual. What action can ordinary people take to protect endangered species? Yəni, nəsli kəsilməkdə olan cinsləri, növləri qorumaq üçün insanlar adətən hansı, yəni sadə yolla nələr etməlidir? Burada qorumaq üçün nə etməliyik? 3-cü abzasda yazıb. Ordinary people can also help by not buying animals product. Yəni, ən azından deyir ki, heyvan məhsullarını gedib almamaqla biz daha çox kömək eləmiş olarıq. Heyvanlardan düzələn, istehsal olunan məhsulları almamaqla. Deməli, harada veriblər bunu deməli? 11-ci sual idi, sorry. Avoid products made from animals materials, yəni heyvan materiallarından düzəldilən məhsullardan uzaq durmaq. Avoid uzaq durmaq, çəkinməkdir. Burada 11-də C olur. 12-də 10-cu sualı biz dediyimi 10-cu suala da baxaq. People hunt animals only for food. 10-cu sualda deyir ki, insanlar heyvanları yalnız qida üçün öldürür. Amma burada dedik ki, onları həm xəzləri, buynuzları və əti üçün. Yəni, təkcə qida üçün öldürmür. Burada 10-cu sual daha bəndi səhvdir. 11-də climate change has no effect on the lives of wild animals. İqlim dəyişikliklərin heyvanlar üzərində heç bir təsiri yoxdur deyir, amma mətndə bu var idi. Deməli, climate change also makes things worse. Yəni, iqlim dəyişiklikləri işləri daha da biraz pis eləyir heyvanlar üçün. People protect forests by cutting down trees. Ağacları kəsməkdən insanlar meşələri qoruya bilər, səhvdir. People protect animals by destroying their homes. İnsanlar heyvanların evlərini dağıtmaqla onları qoruya bilər. Protecting animals keep our planet safe. Yəni, heyvanları qorumaqla planetimizi təhlükəsiz saxlaya bilərik. Burada deyir ki, saving animals means saving our planet's future. Heyvanları qorumağın mənası ilə heyvanlarımızı, daha doğrusu planetimizin gələcəyi deməkdir. Yəni, 10-da Y olur. 11-i dedik. 11-də cavabımız C bəndi idi dedik. 12-də mətnə görə səhv olanı istəyir. Governments do nothing to stop illegal hunting. Yəni, hökumətlər qanunsuz ovçuluğu dayandırmaq üçün heç nə etmir. Amma burada deyir ki, fortunately, xoşbəxtlikdən, more organization and governments are trying to solve this problem. Yəni, əksər təşkilatlar və hökumətlər bu problemi həll eləməyə çalışır. Yəni, they create wildlife reserves, pass strict law against hunting. Yəni, ovçuluğa qarşı ciddi qanunlar qoyurlar. O zaman bu bir səhv olacaq elə bizdə. Bizdən də səhvləri istəyir. Elephants, tigers and pandas are example of endangered animals.
Fillər, pələnglər və pandalar nəsli kəsilməkdə olan heyvanlara nümunə kimi verirlər. Bilər, burada deyir, baxın, including elephants, tigers and pandas, nəsli kəsilməkdə olan heyvanlardır. 2 düzdür. All endangered animals are hunted or killed for their fur. Bütün nəsli kəsilməkdə olan heyvanlar ovlanır xəzləri üçün. Bu təbii səhvdir. Bayaq dedik ki, onlar həm xəzləri üçün, həm də burada deyir. For example, elephants are killed for their ivory. Yəni, fillər dişləri üçün, pələnglər dəriləri üçün ovlanılır. Deməli, hamısı qida üçün ovlanılmır və yaxud da xəz üçün ovlanılmır. Yəni, 3 də səhvdir, 1 də səhvdir, 1-3. Due to human actions, a lot of animals vanish from the earth every year. Yəni, insan fəaliyyətlərinə görə hər il çoxlu heyvanlar yoxa çıxır, yox olur. Disappearın sinonimidir, elə birinci cümlə ilə eyni cümlədir. 1-3-dür burada. 13-cü suala baxaq. Maza makes the homework. Burada Maza da isimdir, homework da isimdir. İsim varsa aslı yəri qoymalıyıq. Birinciyə də, sonuncuya da. 1 və sonda aslı yəri olan variant haradadır? A bəndində. My mother makes me do my homework in advance. Anam mənə öncədən ev tapşırıqlarımı etməyə məcbur elədi. Cavabımız olur A bəndi. 14-də Neman River is in Belarus. Neman River çay adıdır. Bütün su hövzələrinin adları Z ilə işlənir. Belarus ölkədir. Bunun qabağını heç nə qoymayacaq. Cavabımız olur C bəndi. 15-də yəli hal istəyir, düzgün yəli hallı cümləni. Boş apostrof deyə bir şey yoxdur, biz bilirik ki, A bəndi səhvdir. Children kökdən dəyişən cəmlənən isimlərdəndir. Yəli hal həmişə apostrof eslə düşür. Bu da səhvdir. Z bəndi düzdür, woman da kökdən dəyişib cəmlənənlərdəndir. Apostrof eslə düşür, özündən sonra da isim var. C bəndi yəli haldır. D bəndində my sözü kökdən dəyişib cəmlənənlərdəndir. S apostrof olmaz, elə boş apostrof qoyuruq. Oxuna da boş apostrof yazırlar. Boş apostrof deyə bir şey yoxdur. 16-da səhv olanı istəyir, elə bu A bəndi səhvdir də burada. E artiklı qoyub sonra da bol sözünü cəmləyə bilmərəm ki, ofdan əvvələ baxıram, baul olmalıdır. S yaza bilmərik. FU-dan sonra cəm isim gəlir, hamısında ofdan əvvələ baxırıq. Yenə ofdan əvvələ baxıram, many-dan sonra cəm isim gəlir, yenə ofdan əvvələ baxıram, ofdan sonra sayılan cəm isim gəlir. Ofdan əvvələ baxıram, qoyuramsa box təkdə olmalıdır. Yəni, hamısı düzdür. A-dan başqa. 17-də she said that book was I told not to use. Bax, burada to use feilli, feildən sonra mən obyekt əvəzliyi qoymalıyam. Tamamlıq gəlir çünki. Zeyr adlıq şəxs əvəzliyi bu yalnız cümlədə mübtada olur. Yəni, yalnız cümlədə cümlənin əvvəlində gəlir. Zeyrdir, it'sdir. Bunlar aslı yəli əvəzliklərdir. Özlərindən sonra həmişə isim gəlməlidir. Bizdə də isim yoxdur. Hamısını çıxıram, cavabımız olur D bəndi. 18-də we couldn't find our tickets, has anybody seen? Yenə burada xəbərdən sonra mən obyekt əvəzliyi verməliyəm. It'sdir, aslı yəlidir, özündən sonra isim istəyir. It apostrof S, burada it mübtədadır, is xəbərdir. Bu cümlənin əvvəlində gəlməlidir, mübtəda xəbərdir deyə. Z adlıq şəxs əvəzliyidir, o da cümlənin əvvəlində gəlir, mübtəda olur. It qaldı, zem qaldı, bura obyekt qoyuruq. İşsiz obyektdir, əvvəlki cümlədə söhbət gələn isim nədirsə, biz onu əvəz edirik. Cəm isimdirsə, artıq obyekt əvəzliyimiz zem olmalıdır. B bəndi. Davam edirik 19-cu sualda. You and your brother should be proud of for winning the competition. Bir dənə önəmli qeyd var burada uşaqlar, nədir? Biz demişik ki, cümləmizin mübtədası cəm isimsə, qayıdış əvəzliyimiz zem servis olur. Amma mübtədadan biri you-dursa, yəni sən və filan kəs, sən və sənin qardaşın, o zaman siz özünüz mənasını verir, your service olmalıdır. Həmçinin mübtədadan biri mənəmsə, mən və mənim qardaşım, o zaman biz özümüz olur, A və service olmalıdır. Yəni, burada cəm isimi görüb zem service qoymayın. You deyirsə, you və you and your brother, o zaman your service olmalıdır, B bəndi. Davam edəyək. 20-də Mundu, Sandı, World'dur, bunlar vahid olan isimlərdir, Z ilə işlənir. Pacific Ocean, su hövzələrinin adları Z ilə işlənir. Cavabımız oldu burada A bəndi. 21-də önəmli bir qeyd, zeri zeradan sonra genəldə en artiklı gəlir, Z artiklı gəlmir. İndi ismə baxır da, sayılmayan isimçi artiklı qoymuram. Sayılan tək isimçi en artiklı qoyuram, amma Z işləmir zeri zeradan sonra. Burada da Z will be yazılıb, bu da zeri zeranın gələcək zamanıdır.
Yəni mən bura Z yox, nə qoymalıyam? EN artikli. Exhibition sayılan tək isimdir, boş da qalmaz. Exhibition'ın qabağına site ilə tələffüz olunur deyə N qoyacağıq, E də qoya bilmərik. Yəni burada cavabımız olur B bəndi. There will be an exhibition in the town next week. Gələn həftə şəhərdə, qəsəbədə bir sərgi olacaq. 21-də olur B bəndi. 22 də yaxşı sualdır. She ümumiyyətlə şəxs əvəzliyi qoyuram da. Burada birinci tərəfə baxsam, isim yoxdur deyə my ilə zeyri çıxıram. İkinci tərəfə baxsam, he adlıq şəxs əvəzliyidir. O yalnız mübtəda olur. Burada mübtəda olmaz. A, C arasında qalanda bəzən şagirdlər bura aslı yerlik qoyurlar ismə görə. Amma burada demək istəyir ki, he gave me, o mənə verdi çoxlu güllər. Yəni mən bura obyekt əvəzliyi qoymalıyam. Normal xəbər gəlib, xəbərdən sonra obyekt qoyuruq. Cavabımız olur burada C bəndi. 23-də. There are places gəlib. Places nədir? İsimdir. Necə isimdir? Sayılan cəm isimdir. Sayılan cəm isimdirsə, elotdan sonra isim gəlmir, matchdan sonra da sayılmayan isim gəlir. Keçirəm ikinci tərəfə baxıram. Time. O necə isimdir? O da sayılmayan isimdir. Only'dən sonra a little gəlir. Bunu çıxaram. Few'dan sonra da sayılan cəm isim gəlir. Bunu da çıxaram. Cavabımız olur B bəndi. 24-də. Kinds of insect O və Z. Bu hissəyə diqqət edin. Cümlədə O və Z varsa, oradakı deməkdir, uzağı göstərir. Uzağı ya zətlə ya da zousla göstərir. İndi ismə baxacaq da təkcə zət, cəmdirsə zous. Baxıram ki, ofdan əvvələ baxıram. Kind sözü cəmdədir deyə zous götürəcəm. Cavabımız olur C bəndi. 25-də artikellə bağlı ifadələr verilib. To tell a lie düzdür. To tell a lie olur, to tell the truth olur. Yalan danışmaq eyni işlənir. Bir düzdür. The second time, bu da düzdür. Time burada dəfə deməkdir. İkinci dəfə. Time vaxt mənasında işlənməyib burada. Dəfə mənasında işlənib. Second sözü də sıra saydı. Sıra saylarının qabağında Z artikel olur. 2 düzdür. Of-la olanda of-dan əvvələ baxıram. Piece sözü tək isimcə a piece of olmalıydı. Bir də T-dir, milk-dir. Bunlar sayılmayan isimlərdə artikella işlənmir. Cavabımız 1-2-dir elə. Deməli, bu da oldu nə? Bizim 10-cu sinifimizin izahı. Kanala abunə olmağı unutmayın uşaqlar. Hər birinizə uğurlar.